Gəl. Gələn də. Otur. Həkim. Sən onsuz əbədi bunu oynayanmamsan. Həmişə belə pis çıxmasın qazım olmuşsan. Bunu qəşəng yarımçıq qoyduq, fasiləyə getdik. At, səndədir. Sədu. Bu arada oynayamıram çox. Dur, əla. Bəs ticarət dayan. Bir qoşanın bu üçü, 50 çək. Bu da 4-ü. Du-1. Cahar. Du-1. Həkim, belə soruşma qayb olmasın. Xarici pasportun var. Var, niyə soruşsan ki? Belə baxıram, birazdan Marsa uçassan. Deyirəm, yolda saxlamasınlar. Ona baxarıq elə, bax. Şeş-peşə, gözlə oynayım da bir dəqiqə dayan da. Yaxşı, Amma bir şey səndən xahiş edeyim, Əmər. Sən can gəl o Əbülfəti işə götür də. Yaxşı mərfətli qanacaqlı oğlan deyil o. Mən tapşırıqdan adam işə götürənmərəm də, bəs də. Əbülfətin atası bilirsən kimdir? Kimdir? Atası aşağıda işləyir. O yuxarılarda işləyir olmalı öldü. Bildim, o atası heç kimdir də, başa düşürsən. Onu öyle deyirəm, gidib görüm tanıya bilərsən. Yox, mən Əbülfəti işə götürə bilmərəm. Ona görə ki, o çox lazımsız adamdır. Mənim işim çox ciddi işdir. Mən açıq ürək əməliyyatı eləyən adamım. Bir dəqiqə dayanə, sənin işin harası ciddi işdə. Sən açıq ürək əməliyyatı eləyən adamsan da, bunun harası ciddidir ki? Bundan ciddi iş var. Mən şəxsən bilmirəm. Yox, özdəki Əbülfətin əlləri əsir. Həkim, ayıb olsun sənə. O insanın əgər belə bir qüsuru varsa, bax, o niyə üzünə vurursan sən? Əbülfət alkaçdır. Nə qüsur? O qədər içib əlləri əsir. Harada bildin bəs? Görürəm də, bax, keçən dəfə mənə demişdin, götür onu xəstəxanaya. Demişdim. Gətirdim. Neynədir? Xəstəxanada nə qədər spirt var, hamısını içdim. İşte alkaş oldu, gedib ürək donorları olan otaq var. Girib ora belə əlində rumka ilə deyib ki, bunu da ürəyi burada olub, özü burada olmayanlar sağ olun. Amma, həkim, bax, mən sənə onu deyim ki, sağlığı yerində deyim, qardaş. Amma mən sənə söz deyim, onu işə götürsən var, ikimizin də xeyri var da. Mənim işimin adı nədir? Kimi hara gəldi işə düzəldirəm, pulumu qazanam. Hep sən nə qədər xeyrimiz var bizim? Yox. Ay, mehman. Buyur. Salam. Vüsal qardaş, xoş gəlmişsən. Siz də 50 qəpik yığırsınız? 100 dəfə demişəm, bu pulu ortaya qoyma da. 50 qəpik yığmıram, cəmaatı ki işə düzəltmirəm. 50-dən tap qatlayıram, gətirib yığıram da. Bax! Budur oradan sənə qalan qəpik quruş. Bax, mən sənin üçün maşın almaq qəpik quruş olar. Özüm belə böyük işlərə girmirəm ki, bildiniz, gözə gəlməyim. Yavaş-yavaş, az olsun, həmişə olsun, belə. Ay, mehman, düz deyir də, Vüsal qardaş. Bax, biz bunun içinə yığılan puldan çox bankaya pul veririk. Cəmaat qışlıq kompot bağlayır, biz də qəpik bankası bağlayırıq. Qəpik turşusu var sizdə? Yaxşı, elə belədir. Yaxşı. Nəysə, yeməyim qalıb ocaqda gəlirəm. Yaxşı, get. Nəysə, mən də gedim, daha sən də məni uddun. Yaxşı. Yəqin ki, udumu sən. Bir dənə olar sənə söz deyim. Sən canı, bax. Qurban, mən açıq ürək əməliyyatına getməliyəm. Sonra nə deyirsən deyəm. Bildim, deyim get də. Deyil. Bax, olub ki, məsəl üçün sən əməliyyatdasan, açıq ürək əməliyyatı eləyirsən, iş gedir, açmısan, tökmüsən, iş içindəkisə. Xəstə başı riski qaldırıb sənə deyib ki, həkim, ürəyim açılmışkən olar bir dənə söz deyib. Olmaydı. Sən zarafat elə, mən getdim, davay. Get, yaxşı yol. Ay, mehman, nəzər! Ay, mehman, nəzər! Ay qız, az nə nəzər? Sən o qədər deyirsən nəzər başımıza gəlir. Nəzər yox. Nəzər deməkdən evdə dallanmışqa qalmayıb, hamısı partlayıb da. Buy. Gözlə. Lammışqa partladı, o dəqiqə şeyə zəng eləmək lazımdır da. Bizə bu dəqiqə elektrik lazımdır. Sən də hiss elədin aramızdakı soyuqluğu. Ay qız, ikimizin arasında olanı demirəm. Deyirəm ki, elektrik lazımdır, işıqları düzəltsin, o dəqiqə soq öz ortaya. Axşam olanda nəysə, gözlə görüm. İşıqçı Mamet, İşıqçı Mamedə yığacaq. İşıqçı Mamet kimdir? Ay qız, İşıqçı Mameti tanımırsan? Onu da işə düzəltmişəm də, bu banka elə belə dolmayıb. Biri də İşıqçı Mametdir bunun içində. Ay, işıq sürəti ilə hərəkət edir. Bax belə, Mamet,
Mamedi bir yerdə tutmaq olmur, inarsan. Mamedi də özüm də işıq dairəsində düzəltmişəm. Sən düzəltmisən hə? Tövbəsinə. 100% yaxşıdır onda. Hə, narahat olma, bu dəqiqə gözdən geleyim, özü gəlsin işıqlar düzəltsin. Mamed. Salam qardaş, nətərsən, nə var, nə yox? Hə, çox sürətli danışma, sən başa düşə bilmirəm nə deyirsən. Hə. Yox, çox sürətli olursan da, sən sürətli danışma. Yavaş-yavaş dilən. Hardasan? Argentina. Argentina da nə qarsan, hə sən? Başa düşdüm. Yo, yavaş-yavaş deyən ki, mən bilim orada neysə. Bir cümlələ, bir də hərfdə, futbola baxmağa getmişsən Argentinaya. Heç də. Yo, elə demək istəyirdim ki, bəs bizim işıqları düzəltmək lazımdır, lampalarımız yanıb. Haradasan? Bizim həyətdəsən. Gəldi. O Argentinada da öldün sən. Hə, bildim. Səndəki o sürəti bilirəm. Mamed, onda sən aşağıdasansa, qalx yuxarıya, 8-ci mərtəbədə nə edirsən? Uca qalxmısan? Mamed, biz qaqa 6-da qalırıq. Zəhmət olmasa düş aşağıya. 3-də, 3-ə çatım. 3-ə yox, Mamed, qalx yuxarıya qaqa. 3 mərtəbə qalx yuxarıya. 9 yazılıb. 9-cu mərtəbə yox, düş aşağıya da Mamed. Daha əsəbləşdirmə də məni. Padvalda nə qarsan ki? O dərəcədə getmişsən. Ay Mamed, qalx yuxarıya başıma dönüm sənin. Bizdə 30 mərtəbə. Hə, krişadasan. Mamed, başıma dönüm bu qədər sürətli olmadan. Yavaş-yavaş, 30'da dayanmamsan krişada. Bak dayan. Bir addım aşağıya at. 14'dəsən. Sağ ol. İndi qulaq as. Halaldır. İndi bir dənə zəhmət olsun Mamed. Bir addım da at. 6'da dayan. İndi sağ tərəfə dön, sağa dön. Nətər? Sola dön, o bir binadasan. Mamed, qayıt bayaqçı nöqtəyə qayıt. Sağ ol. İndi bir dənə sağa dön. Sağ ol. O qapını aç, gir içəri. Mameddi. Sənin Mameddi getdi. Getdi hamama girdi. Gəl belə eləyək. Sən gedirsən hamamın qapısını açırsan. Narahat olma. Mən buradan onu tutacam. Tutacam, get. Amma qulaq as. Alma desəm açarsan, armud desəm açmazsan, get. Ya Allah. Get. Tələsmə. Dayana, tuta. Dayan. Alma. Mamed. Dayan Mamed. Bir dəqiqə dayan Mamed. Ay sağ ol Mamed baba belə də dayan. Ya belim səpdə. Mamed gözlə. İşığın yerində nə? Mamed evdə onsuz bütün işıqlar hamısı bu deyir nəzərdən partlayıb sən canı. Birinci elə bundan başla, buradan başla. Işığın yeri göstər. Başla düzelt Mamed. O da düzəldirəm indi. Dayan. Getdim o dünyanı gördüm, gəldim. Bundakı sürətə bax sən. Divanımız da qırdı. Bundakı sürətə bax o dünya gördü gəldi bu. Öldü ki bu. Mamed. O da. Ay Mamed. Divanı qırdım, olsa da divanı qırdı. Ay Allah, divan da orada kırıldı. Hiç namaz uzan. Yan ölüm. Öl. Öldü ki bu. Mamed, herkes öldü dedi. Tez ol git hekim çağır. Tez ol biraz tez ol. Tez hekim çağır. Mamed. Ay ne zibile düştüm hemen. Həkim. Gəl evə həkim. Ay gel. Sen həyətdən uşağı evə çağırmırsan. Elə hekim çağır. Hekim çağırmışdınız. Hekim. Hekim başa düşmedim. Topla gəzirsiniz siz. Biz palatalar arası çempionatda oynuyorduk. Hele oradan çıktım, kaçtım, geldim, topta kaldım böyle. Hekim bəs yaxşı udana nə verirlər sizdə? Narkoz. Kimdi bu da xəstə kimdi? Mən tez xəstəni göstərin görüm. Həkim, bax bir dənə təsəvvür edib. 1, 2, 3 nəfər adam var da burada, düzdür? Sən fikrinizə xəstəyə kim oxşuyur? Sən böğrəyində daş var. Onu bildim, xəstə oldu. Sən həkim biraz tez ol. Tez ol onu bir dənə sağalt. Bir dənə xəstəni göstər, onu şaqqalayım. Şaqqalamaq nə də? Mal zat deyil, adam deyə nə şaqqalayıram? Biz bunun ailəsinə nə cavab verəcəyik? Ailəsinə bir dəqiqə çox üzr istəyirəm. Mən onun anasına heç də deyə bilmərəm. Anası ürək xəstəsidir. Atası da ki, özünü yaxşı hiss eləmir, İrana getməlidir maliciyə. O da ki, gedib İrana satanmır. Niyə kasıbdılar? Yox, kasıbçılığa görə yox. Atası bundan da sürətlidir. Bakıdan çıxır, dünya fırlanır, gəl Bakıya təzdən. Bakıdan çıxır, fırlanır, təzdən gəl Bakıya. Baxım, xəstəyə. Hadi bax, dönü də bayaqda biz söhbət yerik, əgər arvad, bizim işimizə niyə qarşı sapaq. Bala,
Ay bala. Dur get yerində yat. Malqaranı dama salmırsan ey adam. Bu müalicə alınmadı. Ha, o da başqa şeydir. Deyən başqa bir şey. Ay sən can bir şey elə, mən sakit pozmayın mən məni. bədbəxt oldum ha. Sakit ol. Özüm düzəltmişəm özdə bu şeyi. Arvadın evdən qaçıb. Nə? O nə tür müalicədir? Arvad evdən qaçıb nədir? Şok effekti verirəm də, çox. Həkim sonunda xeyir olmadı axı. Ay sənə bax, səni bax gəlib bu yerə təyin eləyəni, səni bura düzüb qoçanı var ha. Ay Mehman müəllim, qadan qanım siz deyilsiniz. Əlbi belə eləyəndə tanıdım səni. Elə məni sən düzüb qoşubsan. Hə, onda deməli bayaqda mən özümü söyləmək istəyirəm. Mən elə bil əvvəl qəssab işləyirdim. Sən mənə dedin ki, kəsib doğramaqla yaxşısan. Məni düzəltdin həkim kimi. İndi həkim kimi kəsirəm, doğruyuram. Ay yadıma düşdü. Arvad gördüyüm bu da tanış çıxdı, Nə deyir? Gör bizi nə hala qoymusan, gör bizi nə hala salıbsan, ay Mehman. Gör nə hala qoymusan bizi, işə düzəltdiklərin başımıza oynaçır. Neysə, mən gedirəm salona, görüm bu qəpikləri kim götürəcək, kim başımı düzəldəcək. Niyə götürmürlər ki, o da puldur da. Özün əllə eləyərsən. O da puldur, narahat olma. Ay həkim, sən buna bir şeylə bir ölü bilməsin, mən zibildəyəm. Bunun ətini sümükdən aydım. Ay, çox dəlisənsən. Ətini sümükdən ay, elə bir bu nə qarırın, toyuqlu deyir, nə qarır bu burada. Yaxşı, məndə bir müalicə sulu var, bir yaxşı iğnə var. Aha. Bu dəqiqə bu iğnəni buna vuram, gör nə tər sağalır. Zəhmət olmasa bir əstəz ona, vay, ikisini də mən düzəltmişəm işə. Oya, bu nə qardır? Ay, sən öldü ya, sən dirildi. Mamet. Mən hardayam? Oya, nə qardır, nə bu zaryadkası qutarıb, Oya, Mamet. Oya. Mane nədir? Ay, həkim neynəmsən sən bura, sən canım. Ay, Mamet, heç də, başıma dönərəm, sən ged evvizə. Ay, bu sürətlə nə vaxt ceb evlərinə çatar, həkim başıma dönüm. Sən get bunlara, onsuz bundan qabaq çatarsan. Evdəkilərinə denər ki, tez xaşı qoysun üstündə Mamet gəlir, başıma dönüm səni. Hara vursan, ha? Həkim, bayaqçı şillə buna hələ indi çatıb, Sən içərə getmə, gəl bunu burada müalicə eləyək. Dayan, bir dənə də variant var, bir dənə də iğnə var, dayan. Mamet, sən də nazat, Mamet. Oh. Düzəldi, hədiyyə. Hardayım mən? Hə, Mamet. Görmürəm! Nədir, nədir? Ay, Mamet, get bu yana pəncərdən düşərsən, nə qədər körü. Mamedin gözünün nurunu aldı, neysən, həkim, nə qədər neysən. Hadi mən yazıq nə qaydım, bu demək ki, insanda başqa cür təsir göstərilmiş də. Başa düşmədim. Nə iynəsiydi ki, vurdun ona? Camış. Nə camışa? Bunu camışa vursa pələk kimi qaçır. Şiğimi söndürdünüz mənim. Ətraf! Ay, Mamet, dur. Dur canım. Oturtur məni. Otur Mamet, saldana gel. Nazat, Mamet, nazat. Ay, son nazat. Ay, buna bir şey elə də, sən canı bir şey elə. Məndə bir dənə də iğnə var. Ay, səndə nə qədər iğnə var, bakalım, tutarmı, səndəki iğnələr burada da. Elə belə iğnə də öyle. Bunu dovşana vuranda dovşan muğam oxuyur. Dayan, sən canı, onlar heç nə lazım deyil. Ne inirsən elə? Bir dənə bax, bu yetimin gözü açılsın. Mənim də canım qutarsın, sənə də canım qutarsın, dayancım da. Hücum ağay adamı. Nəsə bir variant axtarmaq. Tez ol. Mamet, görürsən məni, Mamet. Həkim! Haycan! Sən həkimsən, rədd ol o yana. Misal həkim, sən başıma dönərəm mən. Gəl qardaş, gəl məni bu zülümdən qutar da. Siz narahat olmayın, Mehman bəy. Mən indi iki həkim bir yerdə birləşib, bu xəstəni sağaldaq, siz də baxın. Xahiş edirəm. Pəncərdən sən, Mamet otur. Buyurun danışın. Ne inirsin, bir də onu sağaldım, mən zimdə salmayın da. Nə yaxşı, burada başqa həkim var. Salam doktor, necəsiniz? Salam, çox sağ olun. Mən birinci dəfə gələndə xəstəni gördüm ki, elə bil mələməmiş quzudur. Biraz tok
şok vurmuşdu deyə bədəninin müəyyən hissələri qaralmışdı, amma ətindən istifadə eləmək olar. Mən şəxsən baxdım ki, onun antrikotu var ha. O antrikotu vur şişə çək bədənə ye dağıt getsin. Hələ. Nə vaxt kəsə bilərik? İstəyirsiniz bunu, nə bilim, sümüksüz, sümüklü, can əti, bel əti, quyruq, orası, burası, nə istəsəz ayrı bilərəm. Əla, sən bir dənə bunu dolmalıq düzət mən Seyid. Buraya gəl kişi. Sən nətər həkimsən hə? Ağzıma gələni danışsan hə? Biabır edirsən hə həkimləri. Əlvi çək hə? Əl vurdum mən sənə. Ağzımın danışığım bile, mən Sokrat'an düşmüşəm. O Hipokratdır. Yoxşu. Hə, bənə. Mən də deyiləm, mənim niyə heç bir müalicəm tutmuyor, mən səhv yalan düşmüşəm. Mehman! Hayda, tek önüm bura. Bir dəqiqə duyaq. Xahiş edirəm, çox üzr istəyirəm xanım. Mən ailəliyəm. Xahiş edirəm, yerin gedin o tərəfə ailəm dağıtmayın. Mehman, tanımadın məni? Xanım, çox üzr istəyirəm. Birdən sizi harasa süpürgə kimi işə düzəltmişəm. Gəlmişsiniz qapıma. Xahiş edirəm, yerin gedin. Elə işə düzəltdiklərini deyilmi mən bu hala salam? Arvad, sənsən? Boy! Ay, Arvad! Oy, ay qız, burada biri səhv yazıblar, dayan. Dayan. Hara getdi o? Oy, dedəm, vay. Ama məndə uşqa var Mehman bəy. Özümdə də var, gözlə. Qoy bunu düzəldim. Dayan, 3 hərfli ceyran balası. Ahu, gözlə. Ahu. Sonra haramanlar. Rusiya paytaxtı Moskva. Mehman! Hayda. Utanmırsan, krasvort eləyirsən başımda. Ağarım Eda. Düzün denən. O salondakı oğlan da sən işə düzəltmisən hə? Qadın salondakını. Hə. Bəli. Mehman, o əvvəl nə işini işdirdi ki, mən kraska dedim, başıma qazet bükdü mənim. Əvvəl o maşın malyarı idi. Dedim daha kraska da. Ne bileyim. Dedim ya maşına vurdum ya arvatdan başına. Arası vurup arvadımın başına, o da benim başıma geldi ya. Sənin bu işə düzəltdiklərində biz xeyir görmədik. Hər şey başımızda çatladı bizim. Sən ölsən mənim əlimdə qalarsan Mehman. Sən öl mənim əlimdə qalarsan Mehman. Bir dəqiqə, sən başıma dönərəm, mən bir dəqiqə. Hər şeyi düzəldəcəm, bax, hər şeyi düzəldəcəm. Həkim, sən başıma dönərəm, bax. Ay, sağ, sənə qurban olum, heç olmasa mən kömək eləyim. Mən onsuz da bu zibilin içindəyəm da. Mən nətər eləyim? Deyirəm, məndə bir dənə də iynə var. Ay, tutarda da. Qoy bir dənə bırak görək, bu da harası xarab olur. Hə, lazım deyil, bir dəqiqə deyəm. Ben indi baxacam görüm buna nə olub. Sən canı bir dənə ona, sən nə inirsə elə bir dənə düzəltdi ona. Tutuzdur. Bu niyə baş bir yerdə dayanmır? Amma bir dənə çox üzr istəyirəm ay Vüsal. Bunu orada salonda yaxşı işləməyib. O kül onun başına. Bu birinci zalent vurmalıydı, sonra qəzeti qoymalıydı. Bu xəstə şokdadır. Ona görə gözü açılacaq yəni. Gözündə problem yoxdur. Amma bunu 100% ixtisasına uyğun həkimə aparmaq lazım. O daha dəqiq bilər. Başa düşmədim, sən özünü heç deyilənməzsən ona. Mənim ixtisasım deyil axı. Bax, sənin problemin də odur da. Hamı da hara gəldi düzəldirsən bilmirsən. Hamı gərək öz işinlə məşğul olsun. Ay, sağ ol, bax, onu düz deyir. Vüsal, sən öldüz deyirsən. Ay, günah məndədir. Günah məndədir ki, 5-10 manat pula görə kimi hara gəldi işə düzəltmişəm, nə var, 5-10 manat pul qazanım görürsən, axırda az qalmışdı, özümü də zibilə salım, sizi də zibilə salım, amma öz günahıma görə, qardaş. Mən inən neyniyim? Bundan sonra mən qələt eləyərəm, kimisə harasa düzəldərəm, vəssalam. Mehman müəllim, mənə də bir iş düz qoşu eləyində qalmışam avara. Mən bu dəqiqə ağzımdan kişi kimi söz çıxartdım ki, mən bütün o şeylərin hamısını başım bırakmışam, vəssalam ki, tamam. Heç arada mən iş düzəltmirəm. Nə oldu mənə çatanda elə? Sənə çatanda dedi, Allah bunu sakit dur. Bunu belə saxla, bunu belə saxla. Gözlə, vurma. Vurma, saxla, qoy bir dənə zəng eləyim. Alo. Natiq, qardaşım, bir nəfər var. Onu göndərirəm sənin yanına. Onu bir dənə düz qoş elədi ora. Oldu ya. Gedirsən Natiq ritim qrupuna. Orada düzəldəcəklər. Gəl səni də aparıb gedək. Sür, gəl. Mamet, gəlin, çıxaq, gəlin. Sən zarafat elə.